Əziz dostlar, mən Şuşa şəhərindəyəm və bizim bədbəxtçiliyimizin bir növü öz tariximizi bilməməkdir. Kim gəlir, deyir ki, bu Alban kilsəsidir, bunu Albanlar tikib. Mən məzdərim, bu kilsəni tikiblər 1865-ci ildə. Albaniya 705-ci ildən sonra yoxdur. 13 əsr Albaniya yoxdur. Bunlar necə bunu tikə bilərlər? 1300 ildən sonra, 1000 ildən sonra, 1200 ildən sonra. Mən sizə biraz tarixdən danışım da. 1804-də, 1805-də İbrahim Xəlil xan başa düşdü ki, Rusa qarşı müharibə apara bilməz və Qarabağ xanlığını bağışlayır Rusiya imperiyasına. Kürəkçək çayında müqaviləyə qol çəkirlər və artıq Qarabağ Rusun olur. Sonra isə Rus başlayır bura yavaş-yavaş öz əskərlərini, vayinlərini göndərmək. Təbii ki, Şuşada Rus qarnizonu yarandan sonra burada bir Rus pravoslav kilsə də olmalıdır. Və bunu tikirlər, bu birinci kupolu tikirlər. Sonra isə 1836-da Rus imperatoru Nikolay I bütün kilsələri bağışlayır, Alban kilsələri, o biri kilsələri hamıslarını bağışlayır ermənilərə. Təbii ki, bu kilsəni də bağışlayır onlara və bu kilsə yavaş-yavaş erməniləşir və sonra ikinci hissəni tikirlər ermənilər. Xahiş edirəm, 19-cu, 20-ci əsrlərin kilsələrini görəndə deməyin ki, Eta Albanski, bu Albaniya kilsəsidir. Mənim məzdərim. Bu hamısı ya ermənilərin Albanlardan alan kilsələridir. 19-cu, 20-ci əsrdən sonra isə bura olanlar, onları ola bilər ki, ermənilər tikiblər. O problem deyil. Amma xahiş edirəm, öz tariximizi dumanın içinə, bu gözəl Şuşa havası kimi salmayın. Biraz tarixi oxuyun və özünüzü biabır eləməyin. Təşəkkür edirəm.